Azərbaycan Universitetində ali təhsilin gələcəyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir. Azərbaycan Universitetində ali təhsilin gələcəyi, qlobal perspektivlər, lokal təsir mövzusunda beynəlxalq konfrans başlayıb. 2 gün davam edəcək tədbir Azərbaycan Universiteti və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir. Konfransda ali təhsil sisteminin modernləşdirilməsi, rəqəmsallaşma, süni intellektin tətbiqi və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunur. Açılışda universitetin rektoru Səadət Əliyeva çıxış edərək, ali təhsildə qlobal və lokal yanaşmalar vacibliyini vurğulayıb. Tədbirdə 20-dən çox ölkədən alim və ekspertlər iştirak edir. Ümumiyyətlə, ali təhsil inkişaf mərhələsində və keçid mərhələsindədir. Belə ki, süni intellekt, rəqəmsallaşma, qloballaşma və bütün bu məqamlar, yeni ixtisasların yaranması, bu məqamlar ali təhsil müəssisələrinin yerinin və işinin yenidən baxılmasına, yenidən təhlil olunmasına gətirib çıxarır. Konfrans plenar və bölmə iclasları ilə davam edir.